Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Ona həmd edir, ondan yardım diləyir, ondan bağışlanma istəyirik. Nəfslərimizin şərrindən və əməllərimizin pisliklərindən Allaha sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu heç kəs azdıra bilməz. Kimi də azdırarsa, onu heç kəs hidayət edə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur. Şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və səlləm onun quludur və elçisidir. Əziz qardaşlarım, bir qardaşımızın xahişi üzrə övladını itirmiş olan ata və analara qısa bir mövzu ilə təsəlli etmək və nəsihət etmək istəyirəm. Övlad itkisi insanın qarşılaşacağı biləcəyi ən ağır müsibətlərdən biridir. Ata və ana üçün övlad sadəcə ailənin bir üzvü, ailədən olan bir insan, ailədən olan bir şəxs deyildi. O, ata-ananın qəlbinin parçası, ciyar parçası, gözünün nuru, ümidlərinin daşıyıcısı və həyatlarında onlara verilmiş ən qiymətli neymətlərdən biridir. Buna görə də övladın vəfatı zamanı qəlblər sarsılar, gözlər yaşarar, sinələr daralar və insan özünü aciz hiss edər və yer üzərində özünə heç bir yer tapa bilməz. Lakin əziz qardaşlarım, əziz bacılarım, mömin bilir ki, bu dünya əbədi qalmaq üçün yaranmayıb. İnsan bu dünyayı əbədi yaşamaq üçün və neymətlərin içərisində qalmaq üçün yaranmayıb. Allah qullarını müxtəlif neymətlərlə sınağa çəkdiyi kimi, həmçinin müxtəlif müsibətlərlə imtihan edir. Hər bir müsibətin arxasında ilahi bir hikmət, hər bir göz yaşının arxasında isə ilahi bir rəhmət durur. Hər bir ayrılığın arxasında isə əbədi bir qovuşma ümidi var. Allah Azza və Cəllə Mülk surəsinin 2-ci ayəsində ölümü də, həyatı da yaradanın o olduğunu bizə bəyan edir. Hansı ki, Allah Azza və Cəllə ölümü də, həyatı da hansımızın daha gözəl əməl sahibi olacağını sınamaq üçün yaradıb. Ölüm də, həyat da bu ayə göstərir ki, Allahın yaratdığı bir həqiqətdir və hər ikisi də imtihanın bir hissəsidir. Hər ikisi də imtihan üçün yaradılıb. Hətta İbn-i Qayyim rahiməhullah insanın başına gələn müsibətlərdə nə qədər hikmətlərin olduğunu, nə qədər hikmətlərin gizləndiyini bizə xəbər verir və insan onun başına gələn bu imtihanlara heç bir sinəsində darlıq duymadan Allahdan gəldiyini bilib və arxasında böyük hikmətlər olduğunu bilsəydi, ona tam bir şəkildə həm neymətlərinə, həm də çətinliklərinə şükr edərdi. Bu səbəbdən övladını itirmiş ata və ananın ən böyük təsəllisi Allahın öz kitabında və Muhammed sallallahu aleyhi və səlləmin öz sünnəsində onlara vermiş olduğu vədləridir. Və Rasulullah sallallahu aleyhi və səlləmin müjdələri və həmçinin bu vədlərin həqiqətən də tam bir şəkildə şübhəsiz yerinə yetəcəyidir. Onun üçün mən də istədim ki, Allahın kitabından olan ayələrlə, Muhammed sallallahu aleyhi və səlləmin sünnəsindən olan hədislərlə və ümmətin alimlərinin sözləri ilə bu yükü daşıyan ata və anaya nəsihət edim. Bu müsibət insan bilməlidir ilk öncə Allahın qədəri və hökmüdür. İnsanın başına gələnin insan bildiyi zaman ki, bu Allahın qədəridir və onun hökmüdür. O zaman heç bir asilik etmədən bu müsibəti Allahdan gələn kimi qəbul edir. Hədid surəsinin 22-ci ayəsində Allah Azza və Cəllə yer üzərində və sizin başınıza gələn heç bir müsibət yoxdur ki, biz onu
yaratmamışdan əvvəl bir kitabda yazılmış olmasın. Allah Azze ve Celle bəyan edir ki, yer üzərində olan və insanların başına gələn hər bir şey əvvəlcədən kitabda yazılmışdır. Bu qədərdir. Bu ayə valideynə öyrədir ki, ata-anaya öyrədir ki, övladlarının həyatı da, ölümü də Allahın əzəli elmində yazılmışdır. Bu hadisə təsadüfi olmayıb, nə də Allahın nəzərindən, Allahın elmindən kənarda baş verməyib. Onun üçün Qəmər surəsinin 49-cu ayəsində Allah Azze ve Celle buyurur ki, biz hər şeyi qədər ilə yaratdıq. Hər şeyi qədərlə yaratdıq. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, bil ki, bütün insanlar sənə fayda vermək üçün toplansalar, Allahın sənin üçün yazdığından başqa sənə fayda verə bilməzlər. Və bil ki, sənə zərər vermək üçün də toplansalar, Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. Övladın ölümü də Allahın yazdığı qədərin bir hissəsidir. Ömər ibn Xattab, Allah ondan razı olsun, deyir ki, biz qədərə iman etmədikcə imanın həqiqiliyini tapa bilməz, imanın həqiqiliyini dada bilmərik. İmam Əhməd də rahiməhullah deyirdi ki, qədərə razılıq göstərmək müminin ən böyük xüsusiyyətlərindəndir. İnsanın iman sahibi olmasının göstəricilərindəndir. Həmçinin Şeyxülislam İbn Teymiyyə rahiməhullah deyirdi ki, qədəri qəbul edən qəlb rahatlıq tapar. Ona qarşı çıxan qəlb isə heç vaxt rahatlıq tapa bilməz. Yəni, insan bilməlidir ki, bu qədəri onun üçün Allah öz hikmətinə uyğun yazıb. O zaman qəlbi rahatlıq tapacaq. O zaman insan rahatlıq tapacaq. Valideyn bilməlidir ki, Allahın aldığı övlad, Allahın verdiyi övladdır. Verən də o idi, alan da o idi. O öz mülkündə hikmətlə hökm edir və onun hökmündə zülm olmaz. Onun hökmündə zülm yoxdur. Alan həmin o verəndir. Elhamdülillah, elhamdülillah. Sonra isə alimlərin nəsihət etdiyi, tövsiyə etdiyi, səbr edənlərə sonsuz mükafatın veriləcəyidir. Kim ki səbr edər, Allah Azze ve Celle buyurur ki, وَبَشِّرِ sabirin. Bəqara surəsinin 155-ci ayəsində səbr edənləri müjdələ. Sonra isə Allah Azze ve Celle həmin şəxsləri belə vəsf edir. Onlara bir müsibət üz verdikdə biz Allaha məxsusuq, biz Allahınıq və ona da qayıdacağıq deyərlər. Subhanallah, bu Allah Azze ve Celle'nin iman edənlərə öyrətmiş olduğu müsibətlər qarşısında duruşlarını necə sərgiləyəcəklər, hansı sözləri işlədəcəklər, nəyi deyəcəklər, onu öyrədir. Bu söz sadəcə dillə deyilən bir cümlə deyil. Bu tövhid, bu təslimiyyət, bu razılıq kəlməsidir. İnnə lillah və innə ileyhə raciun. Subhanallah. Bu tövhid kəlməsidir. Bu təslimiyyət, Allaha tam təslim olmağın, müsəlman olmağın, İslamın kəlməsidir. Bu razılıq kəlməsidir. Allah Azze ve Celle Bəqara surəsinin 157-ci ayəsində buyurur ki, onların üzərinə Rəblərindən salam və rəhmət vardır. Səbr edənlərin, subhanallah, səbr edənlərin. Diqqət edin, Allah Azze ve Celle müsibət sahiblərinə 3 neymət vəd edir. Rəblərinin tərifi, Allahın rəhməti və onun hidayəti. Subhanallah. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, mömin qulun dünyadakı sevimlisini ondan alındığı zaman o səbr edib savabını məndən gözləyərsə, onun mükafatı yalnız cənnətdir. Mömin quldan onun sevdiyi bir şey alınarsa, o onun qarşılığında səbr edərsə və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ona veriləcək qarşılıq yalnız cənnətdir. Bu hədis övladını itirən ata və ana üçün ən böyük müjdələrdən biridir. Həsən-ül Basri rahiməhullah deyir ki, əgər insanlar müsibətdə olan savabı bilsəydilər, müsibətin getməsini deyil, savabının qalmasını istəyərdilər. Sufyan əth-Thawri rahiməhullah deyir ki, müsibət bir saatdır, müsibət bir andır, müsibət bir müddətdir, lakin savabı isə əgər
qarşılığını Allahdan gözləyərək səbr edilərsə, əbədidir. İbn Rəcəb rahimehullah deyərdi ki, Allah möminin göz yaşını belə savaba çevirir. Allah möminin göz yaşını belə savaba çevirir. Nəticə olaraq övlad itkisi nə qədər ağır olsa da, səbr edən valideyn üçün onun qarşılığında cənnət vəd edilmişdir. Onun qarşılığında cənnət vəd edilmişdir. Və həmçinin alimlər övladını itirən ata-anaya etmiş olduqları təsəllidən və onlara yönətmiş olduğu nəsihətlərdən biri də budur ki, övlad Allahın əmanətidir və əmanət bir gün öz sahibinə qaytarılmalıdır. Əmanət bir gün öz sahibinə qayıdır. Övlad ata-ananın qəlbinin bir parçası olsa da əslində Allahın onlara verdiyi bir əmanətdir. İnsan çox vaxt övladını öz mülkü kimi görür. Sanki özününkü kimi sayır. Lakin həqiqətdə bütün mülk Allahındır. Necə ki, Əl-İmran surəsinin 189-cu ayəsində Allah Azza və Cəllə buyurur ki, وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ Göylərin və yerin hökmdarlığı, hökmranlığı Allaha məxsusdur. Allahındır göylərin və yerin mülkü. Və həmçinin Tövbə surəsinin 111-ci ayəsində Allah Azza və Cəllə buyurur ki, həqiqətən Allah möminlərdən canlarını və mallarını satın almışdır. Əgər insanın canı belə Allahın mülküdürsə, onun övladı da Allahın mülküdür. Muhammed sallallahu aleyhi və səlləmin qızının övladı vəfat etdikdə ona belə bir xəbər göndərmişdi. Şübhəsiz ki, Allahın aldığı da onundur. Allahın verdiyi də onundur. Hər şey onun yanında müəyyən olunmuş bir əcəl qədərindədir. Müəyyən olunmuş bir vaxt qədərindədir. Səbr et və savabını Allahdan gözlə. Bu hədis müsibət qapısında olan bir ata və ananın qulağında daim səslənməlidir. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem orada baba idi və qızının övladı ölmüşdü. Ona bununla təsəlli edirdi. Abdullah ibn Məsud, Allah ondan razı olsun, deyir ki, Allahın verdiyi neymətləri öz mülkü hesab edən şəxs müsibət zamanı daha çox sarsılar. Allahın vermiş olduğu mülkü, neymətləri insan şəxsi mülkü olaraq saymamalıdır. Nə zaman ki ondan alınır, o zaman onda çox əziyyət çəkir. Fudayl ibn İyad rahimehullah deyir ki, Allah sənə bir şey verdikdə sevin, geri aldıqda isə onun hökmünə razı ol. Subhanallah, necə də gözəl bir söz deyir. Allah sənə bir şey verdiyi zaman sevin, bu neymətdir. Aldığı zaman isə buna qəzəblənmə. Üzülmək olar, kədərlənmək olar, ağlamaq olar, amma hökmə razı olmaq bu vacibdir. Etiraz etməmək bu vacibdir. Geri aldığı zamanda hökmə insan razı qalmalıdır. Necə ki, həmçinin İbn Qayyim rahimehullah buyurmuşdur ki, Allahın əmanətini ona qaytarmaqdan daha təbii bir şey yoxdur. Yəni deyir ki, bu çətin olsa da başa düşüləndir çətinliyi. Amma bu Allahın əmanətidir və əmanətin sahibinə əmanəti geri qaytarmaqdan daha təbii bir şey yoxdur. Valideyn düşünməməlidir ki, övladı Allahın yanında itməyib. Sadəcə olaraq onu əmanət sahibinə qaytarıb. Əmanəti zay etməyən öz sahibi geri alıb. İnsan düşünməməlidir ki, övladı Allahın yanında zay olar. Sadəcə əmanət sahibi əmanətini geri alıb. İnsanın övladının vəfatı mülkün sahibinə qayıtmasıdır. İnsan bunu düşündüyü zaman, əmanəti geri qayıtdığını düşündüyü zaman ona bir təsəlli olur. Və Allah öz mülkündə ən hikmətli hökm verəndir. Və həmçinin övlad itkisi Allahın qəzəbi deyil insana. Bəzən mərhəmətinin əlaməti ola bilər. Allahın verdiyini alması, hər zaman ona qəzəbləndiyi üçün, onu cəzalandırdığı üçün deyil. Bir çox insanlar böyük müsibət gəldiyi zaman düşünür ki,
Allahın bu müsibət onlara qəzəbidir. Halbuki Allahın kitabında və Muhammed sallallahu əleyhi və səlləmin sünnəsində göstərilir ki, bu hər zaman belə deyil. Çünki Allah azza və cəllə biz sizi mütləq imtahan edəcəyik deyir. Və Muhammed sallallahu əleyhi və səlləm bu övlad imtahanı ilə imtahana çəkilmişlərin ən əvvəlində gəlir. Öz övladlarının Fatimə anamızdan başqa bütün övladlarının özü sağ ikən ölümünü görən bir Allah Rəsulu var. Biz sizi mütləq imtahana çəkəcəyik. Dostlarının ölümünü, sahabələrinin, silahdaşlarının, yoldaşlarının ölümünü görən və bununla imtahana çəkilən bir Rəsul var. Və Allah Azza və Cəllə bu Ənkəbut surəsinin 2-ci ayəsində buyurur ki, insanlar elə hesab edirlər ki, iman gətirdik dediklərinə görə imtahan olunmadan buraxılacaqlar. İman edən şəxsə hər hansısa bir çətinliyin gəlməyəcəyi vədi verilməyib bu dünyada. Allahın kitabını diqqətlə oxumaq lazımdır. Bu dünya cənnət deyil. Bu dünya cənnət deyil ki, burada çətinliklər olmasın, müsibətlər olmasın, ayrılıqlar olmasın, dərdlər, qəmlər, kədərlər olmasın. Və Allahın nə kitabında, nə də Rasulunun sünnəsində iman edənlərə belə bir vəd verilməyib ki, iman etdikdən sonra sizə bu imtahan gəlməyəcək, heç bir çətinlik olmayacaq. Əksinə, insanlar elə hesab edirlər ki, iman gətirdik deməklə imtahan olunmayacaqlarmı? Və Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən Allah bir qövmü sevdikdə onları imtahana çəkər. İmtahana çəkilmək, hansısa çətinliyin gəlməsi, bu həmişə Allahın qəzəbinin əlaməti deyil. Başqa bir hədisdə isə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insanların ən çox bəla göndəriləni, bəla görənləri peyğəmbərlərdir. Subhanallah. Sonra isə ən çox onlara bənzəyənlər, yəni imanda onlara bənzəyənlər. Əgər müsibətlər həmişə Allahın qəzəbi olsaydı, peyğəmbərlər insanların ən rahat yaşayanları olardı. Ən rahatlıq görənləri olardı. Halbuki onlar ən çox müsibət görənlər olmuşlar. İmam Şəfi rahimehullah buyurur ki, Allahın sevdiyi qullarının yolu imtahanlarla doludur. Allah hansı qullarını çox sevirsə, onların yolunu imtahanlarla dolu edir. İmam Əhməd rahimehullah buyurur ki, Allahın sevgisinin nişanələrindən biri qulunu imtahan etməsidir. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, Allahın mömin bəndəsinə, iman edənlərə verdiyi müsibət çox vaxt onların dərəcəsini yüksəltmək üçündür. Çünki Allah Azza və Cəllə onların öz əməlləri ilə onları yüksəltmək istədiyi mərtəbəyə qalxa bilməyəcəklərini bildiyi üçün onları bu şəkildə dərəcələrini yüksəldir. Övlad itkisi Allahın qəzəbinin qəti dəlili deyil. Əksinə bu müsibət Allah yanında yüksək məqamlara səbəb ola bilər. Sonra isə alimlər deyirlər ki, kiçik yaşda vəfat edən övladlar cənnətdədirlər. Cənnətdədirlər. Bu ata və ana üçün böyük bir təsəllidir, böyük bir rahatlıqdır. Valideyn üçün ən böyük təsəllilərdən biri budur ki, dünyadan günahsız ayrılan övladı Allahın rəhmətindədir. Allahın rəhmətindədir. Tur surəsinin 21-ci ayəsində Allah Azza və Cəllə buyurur ki, iman gətirənlərin və imanla onların ardınca gedən nəsillərin övladlarını onlara qovuşduracaq. Kim ki iman eləyib və imanda onlara tabi olan zürriyyəti onlara qovuşacaqlar. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, möminlərin uşaqları cənnətdədir. Allahu akbar, Allahu akbar, Allahu akbar. Başqa bir hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, onlar cənnətin qapılarında valideynlərini qarşılayacaqlar və valideynləri daxil olmadan özləri cənnətə girməyəcəklər. Bu necə böyük bir müjdədir, subhanallah. Bu təsəllidir.
Allahın rəhmətinin təcəllisidir. İmam Navavi rahimehullah deyir ki, müsəlmanların uşaqlarının cənnətdə olması alimlərin ittifaq etdiyi məsələlərdəndir. Alimlər buna ittifaq eləyiblər, icma eləyiblər. İttifaq eləyiblər buna ki, müsəlmanların körpə uşaqlarından ölənlər cənnətdədirlər. İbn Həcər rahimehullah deyir ki, bu hədislər müsibət sahibləri üçün ən böyük təsəlli mənbələrindəndir. İbn Qayyim rahimehullah demişdir ki, valideyn övladını itirməmişdir. Sadəcə onu özündən əvvəl cənnətə göndərmişdi. Allahu akbar. Allahu akbar. İbn Qayyim rahimehullah necə də gözəl söz deyir. Kiçik yaşında övladı ölən şəxslərin ən böyük rahatlanmasının və təsəllisinin bu sözlər, necə ki İbn Qayyim rahimehullah deyir, valideyn övladını itirməmişdi. Sadəcə onu özündən əvvəl cənnətə göndərmişdir. Mömin ata və ana övladını torpağa deyil, Allahın rəhmətinə göndərmişdilər. Allahın rəhmət bağlarına, cənnətinə özlərindən öncə göndərmişdilər. Və həmçinin, qardaşlarım, övlad valideynlərini cənnətə aparan səbəb ola bilər. Müsibətin ən böyük müjdələrindən biri də budur ki, səbr edən valideyn üçün övlad axirətdə şəfaətçi olacaq. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem deyir, 3 övladı vəfat edən, səbr edən heç bir müsəlman yoxdur ki, Allah onu cənnətə daxil etməsin. Bir qadın soruşdu, 2 övladı olan necə? Əgər 2 övladı ölərsə birinin, Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, 2 övladı olan da həmçinin. Başqa bir rivayətdə bir uşağın belə valideynlərini cənnətə aparmasına dair müjdələr gəlmişdi. Ömər ibn Abdülaziz rahimehullah deyir ki, övladını itirmiş möminə verilən mükafatların böyüklüyünü insanlar bilsəydilər, ona görə bir-birinə bu barədə müsibətə düşmüş olduqlarını deməzdilər. Nə qədər böyük mükafatın verildiyini əgər insanlar bilsəydi, qarşı tərəfin müsibətə düşdüyünü deməzdi. Hasanul Basri rahimehullah deyir ki, Allah bəzi valideynləri övladları vasitəsilə cənnətə qoyacaq. Subhanallah. Bəzi valideynlər övladları səbəbilə cənnətə daxil olacaqlar. İbn Rəcəb rahimehullah buyurmuşdur ki, valideynin səbr etməsi övladın isə şəfaəti cənnətə aparan 2 böyük səbəblərdəndir. Əgər valideyn səbr edərsə və övlad da şəfaət edərsə, insanın cənnətə girmə səbəblərindəndir. Övlad yetişisi bəzən valideynin əbədi nicatının səbəblərinə çevrilə bilər. Və həmçinin valideynlər səbr edən ata və ana üçün Allahın hazırladığı saysız, hesabsız mükafatların olduğunu qeyd ediblər. Övlad itkisi zamanı insanın ilk ehtiyacı qəlbini sakitləşdirəcək bir həqiqəti bilməsi lazımdır. Çünki bu ilk vaxtlarda insanın qəlbinin Allaha yönələrək sakitləşdirici həqiqətlər var ki, onu bilməsi önəmlidir. Üsyan etməməsi üçün, asilik etməməsi üçün. İnsan bilməlidir ki, Allah heç bir göz yaşını, heç bir ahı, heç bir kədəri və heç bir səbir anını qarşılıqsız qoymayacaq. Müsəlmanın barmağına batan kiçik bir tikanda belə onun üçün əcirlər qoyulubsa, bu qədər böyük bir müsibətdə ciyər parçasının alınmasında, ruhunun sanki ondan qopardılmasında ona böyük bir əcirlər var. Zümər surəsinin 10-cu ayəsində Allah Azza və Cəllə buyurur ki, həqiqətən səbr edənlərə mükafatları hesabsız şəkildə veriləcək. Alimlər deyirlər ki, çox əməllər var ki, onların qarşılığında
miqdar olaraq say qeyd edilib. Bir hərf Qurandan oxuyana 10 savab, filan şey edənə 100 savab, filan şey edənə 1000 savab. Lakin səbr edənlərə isə hesabsız şəkildə mükafat veriləcəyi buyurulmuşdur. Bu ayədə Allah digər ibadətlərdən fərqli olaraq səbr əhlinin mükafatını ölçü qoymayıb. Namazın savabı var, sədəqənin savabı var, orucun savabı var. Lakin səbrin savabı barədə hesabsız buyurub Allah Azza və Cəllə. İbn Abbas, Allah ondan razı olsun, buyurmuşdur ki, Allahın kitabında səbirdən daha böyük mükafat vəd edilən bir əməl görmədim. Vallahu yuhibbus sabirin və həmçinin başqa bir ayədə Ali-İmran surəsinin 146-cı ayəsində Allah Azza və Cəllə buyurur ki, Allah səbr edənləri sevir. Möminlər üçün Allahın sevgisindən daha böyük bir nemət ola bilməz. Ola bilməz. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, heç kəsə səbirdən daha xeyirli və daha geniş bir nemət verilməmişdi. Və həmçinin başqa bir hədisdə Allahın Rasulü və elçisi buyurur ki, kim səbir göstərməyə çalışarsa, Allah da ona səbir verər. Yəni, müsibətlər gəldiyi zaman Allah üçün səbir etməyə çalışana Allah ona səbir verəcəkdir. İmam Əhməd rahiməhullah deyir ki, Quranda səbir təxminən 90 yerdə zikr edilmişdir. İbn Teymiyyə rahiməhullah buyurur ki, səbir imanın yarısıdır. Səbir imanın yarısıdır. Və həmçinin İbn Qayyim rahiməhullah buyurur ki, Allahın yaxınlığına aparan yolların ən qısası səbirdir. Səbir yoludur. Ey övladını itirmiş ata, ey bağrına daş basmış və səbr edən ana, sən bu gün göz yaşları tökürsən, lakin Allah yanında bu göz yaşlarının hər biri savab olaraq sənə yazılacaq. Əgər Allahdan səbr edib, dillə etiraz etmədən mükafatını Allahdan gözləyərsənsə, övlad itkisi nə qədər ağır olsa da, bu bəllidir, subhanallah. Səbr edən valideyn üçün isə Allahın hazırladığı savab bu dünyanın bütün nemətlərindən daha böyükdür. Səbr etmək ağırdır, lakin ona veriləcək mükafat isə çox böyükdür. Sonra isə göz yaşı tökən və göz yaşı tökmək, kədərlənmək səbrə zidd deyil. Müsəlman hansısa bir çətinliyin qarşısında, xüsusən də bu böyük müsibətin qarşısında ağlaya bilər. Bəzi insanlar elə düşünür ki, müsibət zamanı ağlamaq səbrə ziddir. Bu isə doğru deyil, qardaşlarım, bu isə doğru deyil. İslam qəlbi daşlandıran din deyil, İslam mərhəmət dinidir. Allah Azza və Cəllə Yusuf surəsinin 84-cü ayəsində buyurur ki, o qədər kədərləndi ki, gözləri ağardı. Hüzündən gözləri ağardı. Yusuf aleyhisselamın atasının, Yaqub aleyhisselamın. Yaqub aleyhisselam peyğəmbər idi. Bununla belə oğlunun ayrılığına görə ağlayardı, kədərlənərdi. Lakin o gözəl səbr edərdi, fəsabrun cəmil deyərdi. Gözəl bir səbr lazımdır. Yəni şikayət etmirdi, Allahın hökmünə etiraz etmirdi, sadəcə səbr edirdi. Rasulullah sallallahu aleyhi ve sellem oğlu İbrahim vəfat etdikdə ağladı. Sahabələr təəccüblə soruşdular, ey Allahın elçisi, siz də ağlayırsınız? Sən də ağlayırsan? Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, gözlər yaşarar, qəlblər kədərlənər, lakin biz yalnız Rəbbimizi razı salacaq, Rəbbimiz bizdən razı qalacaq sözlər deyər, sözlər işlədərik. Başqa bir hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, bu göz yaşı Allahın qullarının qəlbinə qoyduğu bir mərhəmətdir. İmam Navavi rahiməhullah deyirdi ki, ağlamaq haram deyil, haram olan Allahın hökmlərinə etiraz etməkdir. İbn Həcər rahiməhullah deyirdi ki, qəlbin hüzünü səbrə zidd deyil. Qəlb hüzünlənər, qəlb kədərlənər. Bu səbrə zidd olan bir şey deyil. İnsanın qəlbi kədərlənər, gözü yaşarar, amma dili Allahı razı salacaq şeylərdən başqasını deməz. İbn Qayyim rahiməhullah deyərdi ki, qəlbdə hüzün, gözdə yaş
Allahın hökmünə isə razılıq bir araya gələ bilər, bir arada olduğu zaman bu çox gözəldir. Qəlbin hüzünlənməsi, gözün yaşarması, lakin bununla yanaşı Allahın hökmünə razılıq, bu üçü bir arada ola bilər. Onun üçün biz deyirik ki, ey ana, sənin gecələr övladını xatırlayıb ağlamağın günah deyil. Ey ata, qəlbinin yanması günah deyil. Günah olan Allahın hökmünə qarşı çıxmaqdır. Onu ittiham etməkdir və qədara etiraz etməkdir. Niyə mənə belə etdin deməkdir. Onu qəzəbləndirəcək sözləri işlətmək və sərf etməkdir. Hüzün təbiidir, göz yaşı mərhəmətdir, səbr isə Allahın hökmündən razı qalmaqdır. Onun üçün, qardaşlarım, müsibət insan bilməlidir ki, günahların bağışlanmasına və həmçinin dərəcələrin yüksəlməsinə də səbəblərdəndir. Şura surəsinin 30-cu ayəsində Allah Azza və Cəllə buyurur ki, sizə üz verən müsibətlər öz əllərinizlə qazandıqlarınızdır. Allah çoxunu bağışlayır. Allah isə çoxunu bağışlayır. Müsibətlər mömin üçün təmizlənmə vasitəsidir. İnsan bilməlidir ki, bu müsibətlərin baş verməsi ilə günahları təmizlənər. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, möminə üz verən yorğunluq, xəstəlik, qəm, qüssə, kədər, hətta ayağına batan tikan belə Allahın onun günahlarını bağışlamasına səbəb olur. Başqa bir hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir bəndəsi üçün yüksək məqam istəyər, lakin o məqama əməli ilə çata bilməz. Buna görə də Allah ona müsibət verər, çətinlik verər, Allah onu imtihan edər. Əbu Hüreyrə, Allah ondan razı olsun, demişdir ki, möminə gələn müsibət onun üçün rəhmətdir. Hasanul Basri rahimehullah deyirdi ki, müsibətlər möminlərin günahlarını silib aparar, onları tökər. Həmçinin İbn Rəcəb rahimehullah deyirdi ki, Allah bəzən bir göz yaşı ilə illərlə edilən ibadətin çatdıra bilmədiyi məqama çatdırar. Yəni insana bir müsibətin, bir çətinliyin gəlməsinə səbr etməsi ilə Allah Azza və Cəllə insanı yüksək dərəcələrə qaldırar. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, müsibətlər mömin üçün ya günahlarına kəffarədir, ya da dərəcələrinin yüksəlməsi üçün bir mərtəbədir. Övlad itkisi mömin üçün sadəcə ayrılıq deyil, həm də günahlarından təmizlənməsidir bir insanın və Allah yanında yüksəlməsidir. Və həmçinin son olaraq, qardaşlarım, əbədi görüş və həmçinin insanın ümidi və cənnətdə qovuşmaq müjdəsi var. Övladını itirmiş ata, ananın ən böyük təsəllisi budur. Bu ayrılıq əbədi ayrılıq deyil, vallahi. Vallahi ey mənim qardaşım, vallahi ey mənim bacım. Dünyadan insan tez də ayrıla bilər. İstər özü olsun, istər valideynləri olsun, istər övladları olsun. Amma insan bilməlidir ki, bu əbədi görüş, cənnətdə qovuşmaq üçün bir ayrılıqdır. Bu ayrılıq əbədi ayrılıq deyil. Möminlər üçün ayrılıq müvəqqətidir. Allah Azza və Cəllə Ra'd surəsinin 23-cü ayəsində buyurur ki, onlar ədin cənnətlərinə daxil olacaqlar. Atalarından, zövcələrindən və övladlarından salih olanlar da onlarla birlikdə olacaq. Vallahi, vallahi, vallahi. Əziz qardaş, bu ayəni oxu. Və təkrar elə. Bil ki, görüş yeri oradadır. Onlar ədin cənnətlərinə daxil olacaqlar. Atalarından, zövcələrindən və övladlarından salih olanlar da onlarla birlikdə olacaqlar. Ra'd surəsinin 23-cü ayəsi və həmçinin Ə'lə surəsinin 17-ci ayəsində Allah Azza və Cəllə buyurur ki, axirət daha xeyirli və daha davamlıdır. Və Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, möminlərin uşaqları cənnətdə valideynlərini qarşılayacaqlar.
Başqa bir hədisdə isə Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, onlar valideynlərinin əlindən tutacaq və Allah onları birlikdə cənnətə daxil edəcəkdir. İbn Abbas, Allah ondan razı olsun, demişdir ki, Allah mömin ailələri cənnətdə bir yerə toplayacaqdır. İbn Qayyim rahimehullah buyurur ki, bu gün torpaq altında olduğunu düşündüyün övladın əgər möminsə əslində cənnətin bağlarından bir bağlarında, cənnət bağçalarının bir bağçalarındadır. İbn Kəsir rahimehullah deyir ki, bu ayələr mömin ailələrin axirətdə birləşəcəyinə dair ən böyük müjdələrdəndir. Subhanallah. Həsanul Basri rahimehullah deyir ki, mömin üçün ayrılığın sonu görüşdür. Bu elə bir ayrılıqdır ki, sonda görüş var. Ey kədərli ata, ey göz yaşlarında boğulan ana. Əgər Allah üçün səbr etsəniz, övladınız sizdən əvvəl cənnətə gedən bir yolçu kimidir. O itib batmayıb vallahi, yox olmayıb vallahi, sadəcə sizdən əvvəl Allahın rəhmətinə ilk öncə onlar qovuşub. Onunla görüş günü vallahi gələcək. Nə ölüm olacaq, nə ayrılıq olacaq, nə qəbr olacaq, nə xəstəlik olacaq, nə göz yaşı olacaq, nə də bir daha ayrılmaq qorxusu olacaq vallahi. Orada ölüm olmayacaq, orada ayrılıq olmayacaq, orada qəbir olmayacaq, xəstəlik olmayacaq, göz yaşı olmayacaq, nə də ikinci bir ayrılıq qorxusu olmayacaq. O görüş əbədi görüş olacaq, əbədi qalış olacaq, əbədi nemətlər içərisində olmaq olacaq. Ra'd surəsinin 24-cü ayəsində Uca Allah buyurur ki, səbr etdiyinizə görə sizə salam olsun. Axirət yurdu necə də gözəldir. Selamun aleykum bimə sabartum. Fəni'mə uqbəddər. Səbr etdiyinizə görə sizə salam olsun. Ey kədərli ana, ey övladını itirən ata, səbr etdiyinizə görə sizə salam olsun. Səbr etdiyinizə görə sizə salam olsun. Axirət yurdu necə də gözəldir. Ey övladını itirmiş ata və ana, bilin ki, Allah sizə vallahi zülm etməmişdir. Allah sizə unutqanlıq göstərməmişdir. Allah unutmaz. Allah sizi tərk etməmişdir. Əksinə, o sizi imtihan etmişdir. Səbr edin. Savabınızı Allahdan gözləyin. İnna lillahi və inna ileyhi raciun kəlməsini söyləyin. Dua edin, namazları çoxaldın, Qurana sarılın, çoxlu oxuyun, ümidinizi itirməyin. Çünki vallahi Allahın vədi haqdır. Rasulullah sallallahu aleyhi ve sellemin müjdəsi haqdır. Və cənnətdə qovuşma günü mütləq gələcəkdir. Allahın vədi haqdır. Rasulullah sallallahu aleyhi və səlləmin müjdəsi haqdır. Cənnətdə qovuşmaq günü də mütləq gələcəkdir. Mütləq gələcəkdir. Nəsihət etmək istədiyim qardaşlarıma və bacılarıma, ana və atalara, körpələrini itirmişlərə və ya böyük övladlarını itirmiş qardaşlarıma etmək istədiyim nəsihətim bu qədərdir. Yenə də deyirəm ki, vallahi Allah sizə zülm etməyib, Allah sizləri unutmayıb, Allah sizləri tərk etməyib. İmtihandasan, savabını gözlə. İnnə lillahi və innə ileyhi raciun kəlməsini təkrarla. Çünki Allahın vədi haqdır. Rasulullah sallallahu aleyhi və səlləmin müjdəsi haqdır. Cənnətdə qovuşmaq günü də mütləq gələcək.